Ağzınızın suyu tökülmədi. Göyçə elə meyvədir ki, birini yeyəndən sonra adamın əli o birisinə gedir. Turşuməzə dadı, sululuğu və təravəti ilə yazın ən gözəl nemətlərindən sayılır. Ağacdan təzə dərilən göyçənin dadı isə tamam başqa olur. Bir əlimdə Naxçıvanın brendi göyçə, digər əlimdə Naxçıvanın digər brendi duz. Duza batırılıb yeyilən göyçə yayın ən gözəl ləzzətidir. Neçə hektardadır göyçə sahəniz? Artısa bir 3 qut varımızdır. Yarı ərikdir, yarı göyçə. Özünüz yeyirsiniz belə, yoxsa gözünüz tox olur? İndi biz şəhərdən gəlmişik də. Yox, mənim belə gözüm tox olur. Hərdən bir dənə, 2 dənə qoyaram, ağzıma qoymuram. Bazarlarda göyçə qiymətinə gəldikdə isə Yendirdik bu tumbul göycəsi. 3 manat, gəlin görək. Asıl göycədir, natural göycədir bunlar. qiymət neçədir? Qiyməti 4 manata. Emmə gözlənilmir. Gözlənilir. Neçə olacaq? Havaya görə biraz yığa bilmirlər, çətindir yığmaq. Yenəcək, 2 manata kimi yenəcək, 1 manat 50 qəpiyə kimi yenəcək. Göyçə haranındır? Çuxur məhəlləsində. Ən məşhur göycələrdən Çuxur məhəlləsi göycəsi deyirlər. Bu çuxurun göycəsi nə ilə fərqlənir ki? Bu suyu ilə, tamı ilə, torpağı ilə dadlanır. Qiyməti 5 manatdır. Bəli, bəli. Alıcı necədir? Alıcı buna tələbatı çoxdur. Bakıya göndərilir. Bəli, ən çox Bakıya gedir Çuxur göycəsi. Göycə haranındır? Qiyməti Bu neçədir? Çuxur məhəlləsinin göycəsidir. Bu 4 manatdır, bu 5 manatdır. Yəni ölçüsünə görə dəyişir. Hə. Öz həyətimin göycəsidir. Özdə ən gözəli şipşidir, yeməli, daddır. Çuxur deyirlər. Bu çuxurdan geri qalan göycədir, baxın. Özünüz baxın, yeyin baxın, niyə də bilərsiniz. Qiyməti neçədir? Nuşdan olur. Qiyməti 3 manat. Göycənin ömrü çox qısadır. Ona görə mövsümü keçirmədən alın və təzə-təzə yeyin. Xanım Rüstəmzadə, İlqar Məmmədov, Murad Əliyev, NTV Xəbər.